Pultuzda şey də qoşmusunuz da, mikrofon qoşmusunuz. Allah canınız sağ olasın. Yaxşı. Deməli, uşaqlar, sən necə edirdiniz? Publisistik üslub. Uşaqlar, publisistik üslub mətbuat dilidir. Mətbuat. Mətbuat nədir? Qəzet, jurnal, radio, televiziya. Düzdür Rəşid? Mətbuat dili olaraq da özünü iki formada, iki şəkildə göstərir. Şifahi formada və yazılı formada. Şifahi formada təbii ki, nə olacaq? Danışıq harada gedir? Radioda və televiziyada. Düzdürmü? Yazılı olaraq da qəzet və jurnalda. Ümumiyyətlə, publisistik üslub haqqında nəsə bir şey soruşanda yaza bilərsiniz ki, onun özünə aid xüsusiyyətləri. Necə ki, bədii üslubda obrazlıq, emosionallıq, ekspresivlik falan deyirdik. Yazardıq ki, qəzet, jurnal, radio, televiziya dilidir. Mətn, hansısa bir mətn varsa, publisistik üslubdadırsa, onun altından onu yaza bilirsiniz xüsusiyyət olaraq. Sonra xüsusiyyət olaraq nə yazırıq? Yazırıq ki, informativ sözlərdən istifadə olunur. Məlumat xarakterli üslubdur. Məlumat xarakterli. Sonra yazırıq, xalq dilinə nədir? Yaxındır. Publisistik üslubda nə var uşaqlar? Müxtəlif, mövqe və maraqları əks etdirmək. Publisistik üslubun dili aydın və anlaşıqlı olmalıdır. Aydın və anlaşıqlı. Həmçinin nədir? Kütləvilik. Bu üslubun əsas xüsusiyyətlərindən biridir. İndi başlayaq bunları bir-biri izah eləməyə. Nədir bu xüsusiyyətlər? Niyə görə publisistik üslubda bu xüsusiyyətlər əsasdır? Bəllidir ki, qəzet, jurnal, radio, televiziya dilidirsə, düzdürmü? Oradakı məlumatları ölkənin bir ölkə aid olan bütün insanlar dinləyir. Bütün insanlar oxuyur. Ona görə, hər kəs dinlədiyinə görə bu olur kütləvilik. Yəni, kütlə hamısı qulaq asdığı üçün, hamısı dinlədiyi, oxuduğu üçün bu olmalıdır kütləvilik üslubuna xas. Yəni, necədir? Kütləvilik deyəndə nə başa düşülür? Kütlə olaraq bir cəmiyyətdə kimlər yaşayır? Uşaqlar, orta yaşlılar, qocalar. Düzdür? Bir düşünün ki, bir radio verilişi var və yaxud da televiziyada bir veriliş var. Televiziyadakı verilişdə baba, nəvə, ata, üçü də oturur, baxır. Məsəl üçün, futbol verilişidir, deyək ki. İdmanla bağlı hansı verilişdir. Kütləviliyi gördük orada. Cəmiyyətin hər yaş qrupundan. O radiodakı və yaxud da televiziyadakı veriliş aydın və anlaşıqlı olması lazımdır ki, xalq dilinə uyğun olmalıdır ki, ona baxan həm böyüyü, həm kiçiyi o danışıqların hamısını başa düşmüş olsun. Bildiniz niyə görə publisistik üslubun dili sadə, aydın və anlaşıqlı olmalıdır? Xalq dilinə yaxın olması da o deməkdir ki, xalq qulaq asanda bunu anlasın ki, sən nə demək istəyirsən. Xalq dilinə yaxınlıq, uşaqlar, publisistik üslubun bədii üslubla nəyidir? Oxşar cəhətdir. İnformativ sözlərdən istifadə olunur. Bir şey məlumat verirsənsə, bu şeir danışmaq deyil, hekayə danışmaq deyil və yaxud da nəyisə elmi əsaslarından izah eləmək də deyil. Ona görə informativ sözlər nə edir? Həqiqi mənalı sözləridir. Düzdürmü? Həqiqi mənalı. Əsl mənasından istifadə eləməlisən ki, insanlar səni rahat başa düşsün. Məlumat xarakterlidir. Zaten bəllidir də. Publisistika nədir? Hər hansı bir şeyin nə olduğunu insanlara izah edib çatdırmaqdır. Müxtəlif mövqe və maraqları əks etdirmək nə deməkdir? Baxın, bir televiziya verilişi standart olaraq ancaq TV-dən bəhs eləyə bilməz. Və yaxud da idmandan bəhs eləyə bilməz. Maraqlar fərqlidir. Məsələn, adam var ki, daha çox idman verilişlərini, idmana baxmağı xoşlayır. Gördünüz? Bunun marağı, mövqesi fərqlidir. Ona görə orada idman verilişləri açılır.
Və adam var ki, davamlı şəkildə səhhətlə maraqlanır. Nə var? Həkim məsləhəti verilişi var. Tibblə bağlı veriliş. Düzdür? Başqa nələr ola bilər? Ralli yarışlarından ola bilər, təhsillə bağlı verilişlər ola bilər və yaxud da bizdə maşallah mükəmməl verilişlər var. Ev yıxmaq, ev dağıtmaqla bağlı verilişlər var. Görürsünüzmü? Maraqlar, mövqelər müxtəlifdir deyə bax həmən bu üslub bir də onu özündə əks elətdirir. Deməli, publistik üslubda terminologiyadan və məcazlıqdan istifadə eləmək olmaz. Belə bir şey var. Amma bizim yazdığımız mətnlərin içərisində bəzən baxacağıq ki, publistik üslubdadır. Amma içərisində baxırıq ki, terminlər verilib. Və yaxud da publistik üslubdadır, baxırıq ki, orada hər hansısa bir şeir parçası var. İndi keçəndə mətnləri işlədikcə görəcəksiniz. Bu zaman nə var uşaqlar? Bu zaman deyir ki, mətnin üslubuna uyğun olmayan, aid olmayan nümunəni seçin. Bildinizmi? Seçin. Ya onu düzəldin, ya da həmin üsluba aid olmayan üslubun öz xüsusiyyətlərini yazın. Məsələn, publistik üslubda deyək ki, Əli Kərim haqqında, şair Əli Kərim, onun haqqında bir dimin toplusunda mətn var. O mətni yazırıq, lap sonunda görürük ki, mətnin ümumi olaraq axarına uyğun bir dənə nəzm parçası verilibdir, şeir hissəsi verilibdir. Bu artıq bədii üsluba aiddir, düzdür? Deyir ki, mətnin nəzm hissəsi ilə və yaxud da mətnin üslubuna uyğun olmayan hissənin üslubu xüsusiyyətlərini yazın. Orada nəzm hissəni götürəcəyik, yazacağıq ki, bədii üslubdadır, obrazlıq, emosionallıqdan istifadə olunmuşdur, nə bilim, qafiyə sistemi var. Başa düşdünüz? Bu kimi şeylərlə biz rastlaşacağıq. Bu bizim publistik üslubumuz uşaqlar. İndi publistik üslubda belə bir məsələ var ki, publistik üslub özü də elmi publisistik ola bilir, rəsmi publistik ola bilir, bir də bədii publistik ola bilir. Yəni publistik üslub elə bir üslubdur ki, digər üslublarla inteqrasiya eləyə bilir. Məsəl üçün, biz qəzet oxuyanda bəzən qəzetdə hekayə də görə bilirik, şeir də görə bilirik, düzdür? Məsələn, Sumqayıt Dövlət Universitetinin deyək ki, Sumqayıt qəzeti var da. Həmən qəzetin içərisində oradakı tələbələrdən şeir yazan, hekayə yazan kim varsa, rubrik olaraq hər sayında onların əsərlərinə toxunulur. Bədii publistik oldu. Elmi publistik, məsəl üçün, açırsan hər hansısa bir qəzetdə elmi məqalə oxuyursan. Elmi məqalə varsa, elmi üslubdur. Amma qəzetdə çap olunduğuna görə elmi publistik sayılır. Və yaxud da bir də görürsünüz ki, məsəl üçün, hansısa bir fərman və yaxud da prezidentin bəyanatını qəzetdə veriblər. Düzdür? Açıb oxuyursanız onu qəzetdə olduğu üçün rəsmi publistik sayılacaq. Başa düşdünüz? Bizim qarşımıza məsəl üçün bəzi mətnlər çıxacaq ki, həmən mətnlərdə çoxlu terminologiya rast gələcək. Bu artıq necə üslub sayılır? Publisistikdir, amma elmi publisistikdir. Başa düşdük? Anladıq da yəqin, hə? İnşallah. İndi mətnləri işlədikcə daha yaxşı anlayacaqsınız. Publistik üslub budur. Sonra, publistik üslubun əsasını neçənci ildə qoyulub uşaqlar? 1875-ci ildə nə ilə? Əkinçi qəzeti ilə kim tərəfindən? Həsən bəy Zərdabi tərəfindən. Yadımızdan çıxmaz inşallah. Üçüncü, elmi üslub. Elmi üslub. Uşaqlar, elmi üslub, elmi əsərlərin dilidir. Bunlar haqqında ümumi olaraq danışmışdıq biz, düzdürmü? Elmi əsərlərin dilidir. Elmi əsərlər nələrdir? Məsəl üçün, elmi məqalə, monoqrafiyalar, araşdırmalar, orta məktəb və universitet dərsliklərinin hamısı da nədir? Elmi üslubdur. Mən sizə hal-hazırda dərs keçirəm. Dərs izah edirəm, düzdür? Hansı üslubda danışırıq? Elmi üslubda danışırıq. Elmi üslubda əsas xüsusiyyətlər nələr var uşaqlar? 1. Mürəkkəb cümlələrdən istifadə olunur. 2. Modallıq bildirən ifadələrdən çox istifadə olunur. Modallıq bildirən ifadələr. Niyə görə modallıq? Baxın, nə deyirik burada? Ardıcıllıq və konkretlik, dəqiqlik, məntiqilik bu üslubun canıdır.
Məntiqilik. Elm insanın məntiqinə xitab eləməsə, elm sayılmır. Nə yazırsan Zəhra? Hə, qaydanı yazırsan. Yaz. Baxın uşaqlar, elmi hər hansı bir şey yazanda ardıcıl şəkildə gəlirsən, ən sonda konkret bir nəticəyə varırsan. Düzdür? Hər hansı bir nəticəyə gəldikdə, hər hansı bir şeyi sübut elədikdə elmdə modal ifadələrdən istifadə edirsən. Məsəl üçün, ardıcıllıqla gəldikdə birincisi, ikincisi, üçüncüsü kimi modal sözlərdən. Ən sonda elm elə bir şeydir ki, bir şey təsdiq edib yekuna çıxanda ümumiləşdirirsən. Bax, tezislər var. Bizim dərslərimizdə tezislərlə rastlaşacağıq. Tezis nədir? Tezis ümumiləşdirmə. Hər hansısa bir müddəadır ki, onun mətnində nə olsun? Sübut olmuş olsun. O cür sübutlu cümlələr, faktlı cümlələr tezis sayılmış olur. Bax, tezislərin hamısı da elmi üsluba aiddir. Mən orada gələndə nə edirik biz? Ümumiyyətlə, bir sözlə, beləliklə nə olmuş olur? Bu ifadələrdən istifadə edirik. Və elm dəqiq olduğu üçün orada daha çox dəqiqlik bildirən modal sözlərdən istifadə edirik ki, bunu da yəqin ki, keçən il keçmişik, bilirsiniz hamınız. Və elmdə dəqiqlik yoxdursa, məntiqilik yoxdursa, bu elm sayılmaz. Elədirmi? Ay, sağ ol. Yaxşı, bəs orta məktəb müəllimi Hindistan tarixini keçir. Hansı üslubda keçir? Elmi üslubda keçmiş olur. Ay maşallah, bilirsiniz. Belə, uşaqlar. Sonra, elmi üsluba aid nələr var uşaqlar? Sxemlər, qrafiklər, şərti işarələr, düsturlar, hamısı nədir? Elmi üsluba məxsus olan xüsusiyyətlərdir. Anladıq? Elmi üslubun canı nədir? Terminologiya. Terminologiya nədir? Termin nədir? Hansısa bir ixtisas və peşə sahəsinə aid olan sözlərdir ki, onu ancaq orada işlədib başa düşürlər. Bildinizmi? Amma bunu da keçən dəfə danışmışdıq. Bir səhifəlik elmi mətndə ən çox istifadə olunan sözlər necə mənalı sözlərdir? Həqiqi mənalı. Baxın, terminoloji sözlərin istifadə olunması o demək deyil ki, elmi əsərlər başdan başa bütün sözlər hamısı termin olacaq. 100 sözlü bir mətn varsa, onun 70 dənəsi həqiqi mənalıdır, 30 dənəsi terminologiyadır. Bədii üslubda başdan başa məcazlardan mı istifadə olunur? Xeyr. 100 sözlü bir hekayədirsə, onun 70-80 dənəsi həqiqi mənalı söz olur, qalanlar məcazi olur. Başa düşdünüz? Ona görə üslubların ortaq xüsusiyyəti həm də həqiqi mənalı sözlərdən daha çox istifadə olunmasıdır. Sözlərin neçə mənası var? Həqiqi və məcazi? Hə, indi belə bir məsələ var uşaqlar. Mən bunu bilmirəm, yazıb izah eləmişdim sizə. Bizdə mətnlərdə soruşanda sözün 3 mənasını soruşurlar. 1. İnformativ. İnformativ nədir? Həqiqi məna. 2. Poetik. Bunu yazmışdıq səhv eləmirəmsə. Poetik nə idi? Məcazi, bədii məna. O birisi də terminoloji, yəni sözün termin kimi işlənməsi, terminoloji mənası. Bununla bağlı sizə izahda vermişdim hətta ki, mətnlərdə bu formada düşür. Elədir? Bəli, müəllim, elədir. Növbəti üslubumuz 4. Rəsmi, işgüzar üslubdur. Rəsmi işgüzar. Nədir rəsmi işgüzar üslub? Rəsmi və işgüzar sənədlərin dilidir. Rəsmi sənədlər dövlət əhəmiyyəti daşıyan sənədlərdir. Məsəl üçün, əmrlər, fərman, bəyanat, sərəncam, konstitusiya. Düzdürmü? Konstitusiya da rəsmi sənəddir. İşgüzar sənədlər hansılardır? Akt, protokol, arayış. Tanış gələr yəqin arayış nədir? Xasiyyətnamə. Xasiyyətnaməni harada görmüş oluruq? Məsəl üçün, bir firmada işləyən bir işçi var, başqa firmaya gedir. Ondan xasiyyətnamə tələb edirlər. Yəni, əvvəlki yerdə işlədiyin halda sənin xüsusiyyətlərin nələr idi? Özünə aparmağın, iş görmə qabiliyyətin, yatıb qalmağın, dərsə gecikməyin. Bildinizmi? Arayış nədir? Arayış isə
hər hansısa bir şagird üçün məktəbdə oxuduğu haqqında təsdiq və yaxud da hər hansısa bir insan bir iş yerinə gedirsə, yaşadığı yerdən təsdiq bildirmək üçün həqiqətən orada yaşayır, arayış alınır. Sonra nə var idi? Uşaqlar, reklam, elan, bildiriş. Bugün Sumqayıtın filan mikrorayonlarında qaz olmayacaq. Hər halda çox rastlaşmısınız, düzdür? Hamısı bunların işgüzar sənədlərdir. Sonra nə var? Ərizə, izahat. Hər halda ikisindən də xəbəriniz var. 2 gün, 3 gün dərsə gəlməyəndə sinif rəhbəri sizə izahat yazdırır. İzah elə vəziyyətin görüm niyə gəlmirdi. Ərizə nədir? Ərizə şikayət və təklif xarakterli, xahiş xarakterli ola bilir. İndi rəsmi işgüzar üslubun xüsusiyyətləri nələrdir uşaqlar? Standart, forma xüsusiyyəti var. Standart forma xüsusiyyəti. Və şablon ifadələrdən istifadə, arxaik leksikanın qorunub saxlanması, tamamilə fərdilikdən və məcazlıqdan uzaq bir üslubdur. İndi baxaq görək standart forma deyəndə nə başa düşürük? Niyə görə belə bir ifadə çıxır qarşımıza? Standart forma budur uşaqlar. Baxın, məsəl üçün izahat və yaxud da ərizə yazırsınız. Ərizə yazanda bu A4 formasının yuxarı sağ küncündən kimə, kim tərəfindən yazılması, burada ərizə, burada isə ərizənin məğzi, lap axırda da imza və tarix qoyulur. Düzdür? Bax, bu bunun standart formasıdır. Sən ərizəni, mən belə yazmaq istəmirəm. Mən istəyirəm ki, bunu yuxarı sol küncdən yazın, buradan yazın. Yaza bilməzsən. Yazarsan, əslində əlindədir, nə var ki yazmağa. Amma onu aparıb hansısa bir idarəyə, təşkilata verəndə təzədən üstüvə qaytaracaqlar ki, get təzədən yaz. Çünki artıq qəlibləşmiş, standartlaşmış bir forması var. Bildinizmi? Və şablon ifadələr deyirik. Şablon ifadələrdən istifadə. Bunu da dəyişə bilmirik. Məsəl üçün nə deyir? Deyir ki, verilir filan kəs o filan kəsə ondan ötürü ki, hal-hazırda filan ərazidə, filan mənzildə yaşayır. Bax, bu verilir ondan ötürü ki, bax, bu ifadələr var ki, heç vaxt bunlar dəyişdirilmir. Və yaxud da ərizə yazanda filan kəs o filan kəsə, filan kəs tərəfindən, bax, bu ifadə var, tərəfindən ərizə. Yazıb sizdən xahiş edirəm ki, mənim sabah başım ağrıyacaq üçün mənə dərsə icazə verəsiniz. Məsəl üçün. Bax, bu ifadələr artıq dəyişə bilməz. Anladıq mı? Və arxaik leksikanı qoruyub saxlanması. Məsəl üçün, ərizə sözünün özü belə ərz etmək, izah etmək, bildirmək mənasıdır. Arayış sözünün kökü aramaq feili. Yəni, və konstitusiyaya baxanda maddələrdə nə qədər köhnəlmiş sözlər olduğunu görürük və onlar dövlətçilik ənənəsi daxilində qorunub saxlanıb indiyə qədər. Və dəyişmir. Başa düşdünüz? Budur. Sonra nə yazdıq onun haqqında? Fərdilikdən uzaq. Mən sizə fərdi üslubu izah elədim keçən dəfə, düzdür? Fərdilik necə olmuş olur? Həm bədii üslubda, həm elmi üslubda. Sağ olun. Bəli. Yəni, fərdi üslubun artıq rəsmi işgüzar üsluba heç bir aidiyyatı yoxdur. Məcazi ifadələrdən istifadə olunmur. Fikir yığcam formada çatdırılması lazımdır. Bu da rəsmi işgüzar üslubumuz uşaqlar. Ən sonda nə gəlir? Məişət üslubu. Məişət üslubu ən cavan, ən gənc üslubdur. Yəni, müstəqilliyimiz 91-ci il qazanılandan sonra məişət üslubu bir üslub kimi formalaşıb meydana çıxıb. Bəs yaxşı, məişət üslubu yox idi. Cəmaət nə ilə danışırdı? Hansı dildə danışırdı? Hansı üslubda danışırdı? Məişət üslubundan əvvəl, uşaqlar, bu vardı. Sərbəst xalq danışıq dili. Sərbəst xalq danışıq dilində sərbəst adından görünür. Loruluq da vardı, pintilik də vardı, varvarizm də vardı, vulqarizm də, dialekt, hər şey yəni, ümumiyyətlə. Sərbəst xalq danışıq dilini biz harada görə bilirik? Bədii ədəbiyyatda. Cəlil Məmmədquluzadənin yazdığı hər hansı bir əsərdə. Çünki orada varvarizmlərdən istifadə olunur, söyüşlərdən istifadə olunur,
Başa düşdünüz? Pinti bir dildir. Bədii əsərlərdə, bədii ədəbiyyatda buna təbii ki, yol verilir. Məişət üslubu, uşaqlar, belə bir ifadə var. Deyir ki, loru dillə dəbdəbəli dilin keçidində yerləşir. Bax, bu loru dil, yəni pinti danışıq dili, xalq danışıq dili. Dəbdəbəli dil publisistik dildir. Dəbdəbəli niyə görə? Çünki bu rahat bir dildir də. Burada artıq fərqli ifadələrdən istifadə olunmur. Rahatdır, asandır, hər kəs başa düşür. Bunun içərisində heç bir yanlış bir ifadə ola bilməz. Loru dildə pinti danışıq dildir. Buradan gəlib standartlaşıb bir forma qazanıbdır məişət üslubu. Tam oradadır. Məişət üslubu nədir uşaqlar? Məişət üslubu gündəlik danışıq dilidir. Bizim öz aramızda gündəlik danışıq dilimiz. Amma baxın, mənim sizlə danışıq dilim, valideynin övladla danışıq dili, dostun dostla dostcasına danışıq dili. Başa düşdünüz? Bu cür məişət üslubu ən sərbəst və ən təbii danışıq dilidir. Niyə görə? Məsəl üçün, deyirəm ki, Abdullah, dərsə niyə gecikmisən? Müəllim, mən evdən gec çıxdım, avtobus gec gəldi, ona görə də dərsə gecikdim. Bu cür uzatmaqla demir ki, müəllim, evdən gec çıxdım deyə gecikdim. Görürsünüz, sərbəst şəkildə danışırsan. Abala, hara gedirsən? Məktəbə. Əziz övladım, sən hara gedirsən? Əziz atam, mən məktəbə gedirəm. Görürsünüz, belə bir danışıq yoxdur məişət üslubunda. Düzdür? Rahat danışıqdır. Amma nə dedik? Məhəlli xarakter daşımır. Pintilikdən, yəni pintilik dediyimiz pinti danışıq dilindən uzaqdır. Və buna başqa bir ad deyirlər. Deyirlər ki, dialekt üstü nitq formasıdır. Bunları izah edeyim sizə. Dialekt üstü nə deməkdir? Məişət üslubunda dialektlərə, köhnəlmiş sözlərin işlənməsinə yol verilmir. Necə ki, publistik üslubda da həmçinin, rəsmi üslubda da həmçinin. Bax, indi gördünüzmü? Pinti danışıq dili istifadə eləmədik. Publistik üslub kimi də danışmadıq. Onların arasında sərbəst bir danışıq seçdik ki, sözlər həqiqi mənalı olsun və aydın anlaşıqlı olsun. İnsanların bir-birini başa düşməsi üçün. Niyə görə məhəlli xarakter daşımır, pintilikdən uzaqdır və dialekt üstü nitq formasıdır? Bunun səbəbi budur. Baxın, küçədə uşaqlar futbol oynayır. Düzdür? 5-5-ə, 6-6-ya. Uşağın biri topu səhv vurdusa, başqa yerə getsə, pas atmadısa, o birisilər onu nələr deyir? Oğlanlar bilir. Düzdür? Ağzına gələni də. Bu məişət üslubu deyil. Fuad. Başa düşdünüz? Və yaxud da işçilər arasında deyək ki, məsəl üçün hər hansı bir problem yaşanır, hər hansı bir sıxıntı çıxır. Biri dəmiri səhv tutur, biri səhv sivarkalayır, qaynaq məsələsi falan. Onların arasında başlayır çaxnaşma düşməyə. Döyüş zamanı, dava qırğın zamanı məişət üslubundan istifadə olunur. Çünki orada vulqarizmlər, bayaqlarım dedik ki, burada nələr işlənmir? Vulqarizmlər. Vulqar sözlər var və varvarizmlər var. Varvarizmlər dilimizdə ilişib qalmış o alınma sözlər var. Uje çatıram, uje. Vaxtında çıxdım, prosta gecikdim, prosta. Vapşe gəlmirəm, vapşe. Xaladenlik. Elə deyil, pirsos. Nədir bunlar hamısı? Varvarizmlərdir. Məişət üslubunda olmaması lazımdır. Vulqar sözlər isə pinti ifadələr, söyüşlər və qarğışlar ola bilir. Məsələn, rast gəlinir də, indi ədəbiyyatımızda da nə qədər o formada ifadələr var. Başa düşdük bunları. Anladıq məişət üslubu necə bir üslubdur. Uşaqlar, indi belə bir şey var ki, məişət üslubunun şifahi, belə deyək, yalnız şifahi forması olur. Niyə görə? Çünki məişət üslubu canlı danışıq dilidir də. Məişət üslubunun arasında yazmırıq ki, öz aramızda danışmış oluruq. Amma indi belə bir məsələ var uşaqlar. Biz bəzi hallarda bədii ədəbiyyatın içərisində məişət üslubuna rast gəlirik. Görürsünüzmü? Bir deyək ki, şah və vəzirin hekayəsində şahla vəzirin danışığına yol verilir orada. O danışıq zamanı tire işarələrindən istifadə olunur. Düzdürmü?
Məişət üslubunda belə olur. Məsəl üçün, deyək ki, mən Gülaya deyirəm ki, Gülay, hara gedirsən? Bu. Gülay da cavab verir ki, məktəbə. Bax, gördünüz, qısa və konkret. Məktəbə. Bu oldu məişət üslubu. Məişət üslubunun canı nədir? Diyaloqlar. Bir də bunun başqa bir versiyası var. Baxın, burada yazılır, nitq kimindirsə həmən o. Müəllim, qoşa nöqtə qoyulur. Sonra yazılır ki, Gülay, where are you go? Düzdür? Sonra Gülayın cavabı zamanı Gülayın adı yazılır, nöqtə qoyulur, yazılır ki, go to school. Düzdürmü? Baxın, bu cür ad yazılarsa, bu sayılacaq nə? Dramaturgiya dili və bədii üslub. Niyə görə? Dram əsərləridir. Bax, bu cür yazılanlar dram əsərləridir. Burada sadəcə tire varsa, bu isə olacaq məişət üslubu. Bunları biz mətnlərdə qarşımıza çıxarsa qarışdırmayaq. Oldu? Tirelərlə verilirsə məişət, adlar verilib, sonra kimin adı verilib, onun qarşısından danışdığı verilirsə, onun nitqi verilirsə, bədii üslub olur. Tamam. Və məişət üslubu, uşaqlar, məişət üslubu digər üslub nümayəndələrinin də ortaq dilidir. Burada nə başa düşürük? Ortaq dil o deməkdir ki, məsəl üçün, biri öz övladına xeyir iş eləyəndə, kiminsə həyətində toy olanda, qohum qardaş qonaq qara çağırır, düzdür? Məsəl üçün, gəlir bəyin əmisi hüquqşünasdır, deyək ki, prokurordur, nə bilim, xalasının yoldaşı şairdir, nə bilim, filan kəs yazıcıdır, filan kəs ASTV-də xəbərlər aparır, qohumları. Düzdürmü? Biri hərəsi bir üslubun nümayəndəsi oldu. Publistik üslubun, biri rəsmi işgüzar üslubun, biri nə bilim, biri professor deyilmi üslubun. Amma onlar bir yerdə görüşüb çay içəndə nətər danışacaqlar, necə danışacaqlar? Təbii ki, nə qədər vaxt hardasan, necəsən, ev, eşik, keyf, əhval, peredok, razval. Düzdür? Nə edəcək bunlar? Öz dillərində sərbəst və səmimi şəkildə danışacaqlar. Bu danışıq istiqamətinə sayılır, məişət üslubu sayılır. Anladınız millət? Maşallah. Vəssalam. Bu da bizim ümumi olaraq üslubiyyat dərsimiz. Növbəti dərsdə inşallah nitq normalarını keçəcəyik. Ondan sonra 10-11 sistemini qutarıb təzədən davam eləyəcəyik feillə. Oldu? Bəli, müəllim, oldu. Bu qədər. 3 dərs